Kişilər niyə xəyanət edir? Ümumiyyətlə, xəyanət nədir? Və həm qadın, həm kişi bu xəyanətin qarşısını necə ala bilər? Bugünkü podkast mövzumuz məhz budur və sizə böyük məmnuniyyətlə qonaqlarımı təqdim edirəm. İlk qonağımı sizə təqdim etmək istərdim. Fidan xanım Nizamova, Azərbaycanda bəlkə hörmət bəslədiyim çox nadir psixoloqlardan biridir. Çox məntiqli və elm əsaslı bir düşüncələri var. Məhz ona görə o bugün bizimlə buradadır ki, xəyanətin psixoloji tərəfini bizə göstərsin. Digər tərəfdən doktor Fərid Rəfibeylidir, biokimya, kliniki biokimya üzrə mütəxəssis, həm də neuroelm araşdırmacısıdır. Fərid bəy də mənim gözləntim artıq biologiyanı, təkamülü, bu instinktlərə təsirini göstərəcəkdir bizə. Podkastımız 3 hissədən ibarət olacaqdır. Birinci hissədə biz ümumiyyətlə xəyanət nədir sualına cavab verəcəyik. İkinci hissədə kişilər niyə xəyanət edir, onun kök səbəblərini araşdıracağıq və son bölmədə nə edə bilərik bu ilə ki, xəyanətlər olmasın. Və ümumiyyətlə nəsə etməliyik bu ilə? Bu suallara cavab tapacağıq. Birinci hissədə mən bir anket hazırlamışam. Ümumiyyətlə xəyanət nədir? Bunu aydınlaşdıracağam. Sualları bir-bir verəcəm. Birinci Fidan xanım cavab verəcəkdir, sonra Fərid müəllim cavab verəcəkdir. Bu blitzdir, tez cavab verirsiniz. Mən sizə nümunə verirəm, siz mənə deyirsiniz bu xəyanətdir, yoxsa yox. Əgər xəyanətdirsə buna görə ayrılmaq lazımdır, yoxsa yox. Şimdi 30 dənə sualdır, 300 növ xəyanət növü var, biləsiniz. Onun 30'unu gətirmişəm bura, 300 dənəsinin üzərinə getməyə həvəsimiz yoxdur. Başladıq. O keçmiş sevgilisini Instagramda izləyir, storylərinə baxır, bəzən like qoyur. Amma partnyoruna demir. Bu xəyanətdir? Bəli. Boşanmaq lazımdır, ayrılmaq lazımdır? Xeyr. Siz? Bəli, xəyanətdir. Boşanmaq, ayrılmaq lazım deyil. Ayrılmaq lazım deyil. Deyil, bəli. Sizdə ayrılmaq lazım deyil. Deyil. O bir qadını iş yoldaşı ilə gecə mesajlaşır, işdən kənar şəxsi mövzularda. Partnyoru bilmir. Bu xəyanətdir yoxsa yox? Bəli. Ayrılmaq lazımdır buna görə? Mənə görə deyil. Ayrılmaq lazım deyil. O bir qadına gözəl görsənirsiniz mesajı göndərir. Flört deyil, amma şuurlu olaraq diqqət çəkmək üçün bunu edir. Bu xəyanətdir yoxsa yox? Məncə yox. Ayrılmaq da lazım deyil. Deyil. Sizcə? Məncə də deyil. O Tinder tətbiqində qeydiyyatdan keçir, amma heç kimlə görüşmür. Sadəcə baxır. Bu xəyanətdir yoxsa yox? Bəli. Ayrılmaq lazımdır buna Xeyr. görə? Məncə yox. O bir qadın nömrəsini telefonunda kişi adı altında saxlayır. Bu xəyanətdir yoxsa yox? Bəli. Ayrılmaq lazımdır buna görə? Sizcə? Əgər gizlədirsə mənə görə xəyanətdir. Ayrılmaq lazımdır buna görə? Yox. O müntəzəm olaraq sosial mediada tanımadığı qadınların səhifəsini izləyir. Partnyoru bilsəydi narahat olardı. Bu xəyanətdir yoxsa yox? Məncə yox. Məncə də yox. O bir qadına şəkil göndərir. Seksual deyil, amma fərqli bir kontekstdə göndərdiyi şəkil növüdür. Yəni göz qaş vurur, qəşəng belə. Xəyanətdir yoxsa? Bəli. Ayrılmaq lazımdır buna Deyil, görə? xeyr. Sizcə? Məncə xəyanət deyil. Okay. O heç kimə açmadığı hissləri, qorxularını, arzularını başqa bir qadınla bölüşür. Bu xəyanətdir yoxsa yox? Yox. Ayrılmaq da lazım Deyil. Sizcə? Məncə də deyil. Ayrılmaq. O partnyorla elə deyil, başqa bir qadınla olduğu zaman daha rahat, daha canlı, daha hüzurlu hiss edir. Bu xəyanətdir. Xeyr. Sizcə? Deyil. O tanıdığı konkret bir qadın haqqında müntəzəm fantaziya qurur. Bu xəyanətdir. Müntəzəm, yəni Fantaziya qurur, beynindədir yalnız. Xeyr. Sizcə? Deyil. O başqa bir qadına deyir, arvadım məni başa düşmür, sən başa düşürsən. Bu xəyanətdir. Deyil, yox, xəyanət. Məncə deyil. Sizcə? Deyil. O başqa bir qadının aşiqidir, amma heç vaxt fiziki hərəkət etməyibdir. Bu Deyil. Mənə görə də deyil. O işdəki bir qadın həmkarı ilə dərin emosional bağ qurubdur. Münasibət kimi hiss olunur, amma cinsiyyət heç nə yoxdur. Bu xəyanətdir. Bəli, məncə xəyanətdir. Məncə də xəyanət. Getmək lazımdır. Boşanmaq, xeyr. Hələ ki yox. Sizcə? Məncə xəyanətdir, amma boşanmaq hələ ki lazımdır. O bir qadını dost adlandıraraq normadan daha uzun müddət qucaqlayır. Bu dəfələrlə təkrarlanır. Bu xəyanətdir. Xəyanətdir. Ayrılmaq lazımdır. Yox. Məncə xəyanət deyil. Ayrılmaq da ehtiyac yox. O iş izamiyyətində bir qadın həmkarı ilə gecə barda oturur, şərab içir. Partnyoruna demir. Məncə deyil. Yəni bu informasiyaya Sizcə? görə. Məncə də deyil. O bir qadını dodaqdan öpür, dost öpüşü kimi təqdim edir. Bu xəyanətdir yoxsa?
Bəli. Ayrılmaq lazımdır. Maraqlı sualdır. Yox deyək. Məncə də xəyanətdir, ayrılmaq lazım deyil. O bir qadınla seksual mesajlaşma edir. Şəkil yox, yalnız sözlər. Bu xəyanətdir. Bəli. Ayrılmaq lazımdır. Xeyr. Məncə də xəyanətdir. Ayrılmağa ehtiyac yox. O bir qadın belinin altından əlini qoyur, onun saçına toxunur, ictimai yerlərdə, əyləncəli kontekstdə. Bu xəyanətdir. Ayrılmaq lazımdır. Hələ ki yox deyək, çünki Məncə də xəyanətdir, amma ayrılmağa ehtiyac yox. O müntəzəm olaraq pornoqrafiyaya baxır, real bir qadın deyil. Bu xəyanətdir Xeyr. yoxsa? Sizcə? Deyil. O canlı yayım platformasında ödəniş edərək bir qadınla video seks görüntülü seks söhbəti aparır. Bu xəyanətdir yoxsa yox? Bəli. Bu xəyanətdir artıq. Ayrılmaq lazımdır buna görə. Yox. Sizcə? Məncə də xəyanətdir, ayrılmaq lazım deyil. O başqa bir qadınla oral seks münasibəti yaşayır. Bu əsas əlaqə deyil deyir. Bu xəyanətdir Bəli. yoxsa yox? Ayrılmaq lazımdır. Bəli. Məncə xəyanətdir, amma ayrılmaq lazım deyil. O partnyorunu sevir, ayrılmaq istəmir, lakin istədiyi seks formaları almadığı üçün bunu kənardan təmin edir. Bu xəyanətdirmi? Bəli. Ayrılmaq lazımdırmı? Xeyr. Əgər bu müzakirə olunursa yox. Məncə də xəyanətdir, amma ayrılmaq lazım deyil. Partnyoru Alzheimer xəstəsidir və ərini ümumiyyətlə tanımır, yadında qalmır. Ər isə bağ və münasibət istədiyinə görə yeni sevgilisi ilə görüşür və onunla münasibətdədir. Bu xəyanətdir. Deyil. Xəyanət deyil ümumiyyətlə. Ayrılmaq da lazım deyil. Deyil. Məncə xəyanətdir, amma ayrılmaq lazım deyil. O bir kişi ilə fiziki münasibətdədir. Bu xəyanətdir yoxsa yox? Bəli, xəyanətdir. Ayrılmaq lazımdır buna görə. Bəli. Məncə də xəyanətdir, ayrılmaq lazım. O pullu seks işçisi ilə münasibət yaşayır. Bu emosional xəyanət deyil, sadəcə fizikidir deyir. Bu xəyanətdir yoxsa yox? Xəyanətdir. Ayrılmaq lazım deyil. Yox. Xəyanətdir, bəli. Ayrılmaq lazımdır buna görə. Yox. Siz müvəqqəti ayrılmısınız, lakin sonradan barışmısınız. Bu pauza zamanı başqası ilə yatıb. Bu xəyanətdirmi yoxsa yox? Yox. Dəyməz ayrılmağa. Xəyanət deyil, mənə görə deyil. O münasibəti faktiki olaraq bitdiyini, amma rəsmi olaraq bitmədiyini düşündüyü bir dövrdə xəyanət etdi. Aha, idi xəyanətdir, bəli. Ayrılmaq lazımdır buna görə. Yox. Mənə görə xəyanət deyil. O çox içdi, gecəni xatırlamır, amma bir şey baş verdiyini hiss edir. Yəni ki, çox içibdi, yəni ki, seksual münasibət. Xəyanətdir, bəli. Boşanmağa dəyməz. Məncə də xəyanətdir, amma ehtiyac yox. O müvəqqəti nigahla, sıyğa ilə qısa müddətli münasibət qurub, bu müddət dövründə ayrı seçkilik etməyib, resurslarını və vaxtını bərabər paylaşıb. Bu xəyanətdir. Bəli. Ayrılmaq lazımdır buna görə. Bəli. Xəyanətdir, ayrılmaq lazım. Lazımdır. O ikinci kəbinlə arvad alıbdır və bütün resursları bərabər bölür və bərabər vaxt keçirir, məsuliyyətdən qaçmır, hər iki arvadına sahib çıxır. Bu xəyanətdir. Bəli. Ayrılmaq lazımdır. Bəli. Mən də eyni fikirdəyim. Təşəkkür edirəm. Maraqlıdır ki, fikirləriniz çox vaxt üstə düşdü bəzi yerlərdə. O deyəsən mən bir sualı yanlış anladım. Hansı sual? Xəstəliylə bağlı olan. Kişi Alzheimer xəstəsidir. Bəli. Qadın Mən elə başa Alzheimer-dir. düşdüm kişi özü xəstədir. Yox. Yatır sonra yatından çıxır. Yox, qadın Alzheimer xəstəsidir. Və xatırlamır ki, bu nədir. Xəyanətdir, bəli. Xəyanətdir. Bəli. Əziz izləyicilər, bu anketi burada QR kodla siz də cavablandıra bilərsiniz. Mən bunu paylaşmışam. Mənə sizin də fikirləriniz maraqlıdır. Mümkünsə qeyd edin, balaca bir sosial araşdırma aparaq. Orada qadın kişi cinsi var. Onların fikirləridir. Həm də yaş kateqoriyasına fərqli olaraq demoqrafiya olacaqdır. Sizin fikriniz maraqlıdır, paylaşın. İndi ikinci hissəyə keçirik. Xəyanət niyə olur? Ümumiyyətlə Azərbaycan sosial mediasında çoxlu psevdopsixoloqlar ağzına gələni danışırlar kişi xəyanəti ilə bağlı və qadın xəyanəti ilə bağlı. Bu podkastın çəkdirilməsinin səbəblərindən biri budur. Elmi yanaşma ilə biz bunu izah etməyə çalışaq. Həmçinin mən özüm şəxsən çoxlu mesajlar alıram qadınlardan. Deyirlər ki, siz kişilərə etibar yoxdur, siz yalnız xəyanətkarsınız. Amma paralelində mən mediatorlarla danışanda xəyanət mövzusu
5-ci sıradadır boşanmada, yəni ki, boşanma səbəblərində. Heç bir qadın sırf kişi onu xəyanət etdiyinə görə boşamır. Adətən xəyanət mövzusu pullarını başqasına xərcləyir. Yəni ki, bu adla gəlir. Yəni pulu özünə xərcləsəydi bəlkə heç boşanmazdı. Yəni ki, bunun üzərinə gedir. Ona görə mən bugünkü diskusiyamızı elmi çərçivədə etmək istəyirəm. Və bir neçədən dünya şöhrətli araşdırmaçı var bu mövzularda və kişi psixologiyası üzrə David Bass var. Onun The Evolution of Desire, İstəyin təkamülü və Why Men Behave Badly kitablarının müəllifidir. Kişilər niyə görə özünü pis aparır? Bassın əsas fikri və tezisi budur. Kişilərin çoxluq axtarışı bioloji olaraq proqramlaşdırılıb, amma bu davranışı qaçılmaz etmir. Biologiya bir meyl yaradır, şuur isə seçim edir. Və bəzi ideyaları var. Mən bu biologiya mövzusu olduğunu Fərid bəydən soruşacağam və Fidan xanımın da perspektivini eşitmək istirdim. Birinci sual. Bass iddia edir ki, kişilər təkamül boyunca müxtəlif tərəfdaşlarla cütləşməklə öz genlərini ötürüblər də. Ona görə biz çoxlu cütləşmək istəyən insanların əcdadlarıyıq da bu dünyada. Kişilər eləmir, bax qadınlar da, yəni ikisi də bir. Qadınları biz ikinci hissədə müzakirə edəcəyik. Ona görə hələ ki kişilərə fokuslanırıq. İndi bu bioloji meyl bugün 21-ci əsrdə hələ də aktivdirmi? Təbii ki, aktivdir. Birinci bunu bilməliyik ki, canlılığın əsas məqsədi çoxalmaqdır. Əgər bu qədər əsas məqsəddirsə, deməli bütün sistemlər onun üzərində qurulub. Yəni çoxalma instinktlərinin üzərində. Və hansı nəsillər daha çox genlərini ötürə bilirsə, deməli növbəti nəsillərdə də gen ötürə bilmə qabiliyyəti daha çox üzə çıxacaq. Və bu da getdikcə artmağa doğru təkan verəcək. Yəni təbiətə baxanda bütün orqanizmalar həyatda qalmağa çalışır və bu həyatda qalmağı da onların çoxalma instinktləri alovlandırır, belə deyək. Bilirsiniz, yəni amma real olaraq indi çoxalmaq heç kim istəmir də. İndi xəyanəti sadəcə seksə görə edirlər. Çünki insan öləcəyini və həzzin bitəcəyini bilən yeganə canlıdır. Burada əslində çoxalmaq deyirik biz. Amma düzdür, həzz axtarışıdır. Həzz axtarışıdır da. Psixoloji olaraq bu həzz nədir də? Bu hormonaldırmı? Mən deyərdim orada həm həzz axtarışı var, həm özünü təsdiqləmə bəzən ola bilər ki, çünki bəzi oğlan uşaqlarında bu böyümə prosesində özünü kişi kimi təsdiqləmə tamamlanmır deyə ola bilər ki, böyüdükdən sonra bir partnyordan kifayətlənmir. Burada ümumiyyətlə faktorlar çoxdur. Məsələn, çox dayə ilə böyüyən uşaqlarda da olur. Bir neçə qadına bağlanmaq, bir neçə qadından nəvaziş almaq adiləşir. Burada genetik faktor da var. Yəni fikir versəz, bu adamın atası da, babası da belə deyək, çox qadınlarla münasibət qurmağa meylli ola bilər. Faktorlar çoxdur və yaxud indiki həyatında özünü kişi olaraq tam hiss etməyə bilər. Hansısa məqamlar var ki, həyatında ya sırf həyat yoldaşından bağlı, ailəsindən, atasından, anasından bağlı ola bilər ki, ona belə deyək, şərait yaratsın ki, o fikir onun beyninə gəlsin. Amma yenə də burada inanın ki, çox böyük bir siyahı var ki, müxtəlif səbəblərdən. Yəni biz deyək ki, ay bu kişinin canında var, sırf ona görə xəyanət eləyir. Bu da məncə tam doğru olmaz. Mən bir psixoloq yanına gedəndə o mənə belə bir maraqlı fikir veribdi. Hansı ki, oğlan həyatında həm ana, həm nənə olubdu. Onun həyatında həmişə 2 dənə qadın olacaq. Bəli, bu faktor var. Var, bu faktor həqiqət belədir də. Hətta biz o vaxt günahkarsınız da bu ki, oğlanlar bir neçə də arvad seçir var. Universitetdə də belə bir nümunə vermişdilər. Biz ruslardan da öyrənirdik o vaxtı, türklərdən də. Hətta deyirdilər ki, balaca uşaq yatanda oyuncağı da ona qoyun bir oyuncaqla yatsın. Yəni çoxlu oyuncaqlarla yatmasın. Yəni onun üçün sevgi paylaşmaq, zamanını, bədənini paylaşmaq çox olmasın. İndi bilmirəm bunlar nə qədər təsdiqlənib hal-hazırda yoxsa yox, amma dayə və nənə, baba bunlar təsdiqlənir. Bir neçə qadın. Maraqlıdır. Bass onu deyir ki, kişilər daha çox fiziki cəlbedicilik və gənclik üçün xəyanət edir. Qadınlar isə resursa görə və onun qarşısında məsuliyyət götürən kişilərlə xəyanət edirlər. Bu gender asimetriyası bizim cəmiyyətdə özünü necə göstərir? Həqiqətən biz kişilər sadəcə cavan və gözəllik arxası üçün qaçırıq. Bəli, elədir. Çünki məsələn bu günləri məşhur qum saatı forması var. Qadınların yerətdirdiyi. Bugün aparılan bütün tibbi prosedurlar, nə bilim makyajlar, estetik əməliyyatlar
hamısı qadınlarda dişilik siqnalını artırmaq üçündür. Məsələn, bayaq dediyim kimi qum saatı forması və s. Dişilik siqnalı da nə deməkdir? Sinənin böyük olması həmin qadının uşağı qidalandırma qabiliyyətinin yaxşı olması sayılır. İncə bel insulin dirəncinin yaxşılığı deməkdir. Böyük çanaqda dünyaya yaxşı, sağlam uşaq gətirə bilmə qabiliyyətidir. Yəni bu da qadın beyni tərəfindən, həm öz beyni tərəfindən gənclik kimi qəbul olunur və qarşı tərəfdən, kişi beyni tərəfindən də yaxşı nəsil ala bilmək fərdi kimi dəyərləndirilir. Maraqlıdır. Sizcə bu qadınların bütün bu plastik əməliyyatlarını etməsinin səbəbi də məhz budurmu? Bütün bu siqnalları daha bariz şəkildə göstərsin. Məsələn, mən onu bilirəm ki, məsəl üçün sexual arousal deyirik də, seksual etiraz zamanı dodaqlar, bir də yanaqlar qırmızı olur da xanımlarda. Və bu bir kişilər üçün 200 min ərzində təkamülün bir siqnalı olub ki, qadın hazırdır. Çünki primatlardan fərqli olaraq biz cinsiyyət orqanları görə bilmirik də. Biz vizual başqa cür qəbul etməliydik siqnalları. Ona görə məsələn qırmızı pomada kişiləri dəli edir. Ya da ki, qırmızı yanaqlar kişilərin diqqətini cəlb edir. Amma bu cür süni şəkildə bu siqnalların artırılması ilə bağlı sizin düşüncəniz nədir? Mən razıyam, belə bir faktor var. Bu kimin işinə yarayır, belə deyək. O insanlar ki, bundan xidmət kimi yararlanacaq, belə deyək də, yəni intim əlaqə üçün xidmət kimi yararlanacaqsa, bəli, bu faktorlar var ki, çox özünü belə qabarıq formaya salan qadınlar onun diqqətini çəkəcək. Amma bir şey də var ki, biz nəzərə alsaq ki, xəyanətlərin bir çoxu iş yerlərində baş verir. Bəzən bir cütlük gəlir, deyir ki, məsələn, biz hər ikimizin ailəsi var məsələn, amma biz bərabərik. Yəni çox da gözəl xanım olmur bəzən. Baxıram ki, nə bədən parametrləri, nə üz parametrləri standartlara uyğun deyil. Hətta baxsan həyat yoldaşı daha gözəldir həmin kişinin. Razıyam ki, bu siqnallar var. Bu siqnalları biz bədən dili ilə də veririk, özümüzün davranışıyla da bəzən verə bilirik. Çünki görürsən də hansı cəmiyyətdə bir yerdə görürsən xanım baxırsan, vəroci belə bir qabarıq bir bədəni yoxdur, amma o davranışından o siqnalları ötürə bilir. Mən yenə də düşünürəm ki, əgər bu xidmət kimi təklif olunursa, düzdür, indi bu qeyri-rəsmi bir xidmət formasıdır. Qızlar düşünür ki, oğlan mənlə görüşürsə, sevgilidirsə, mənə pul xərcləsin, mənə onu alsın, bunu alsın. Düşünürəm, bu da bir xidmət formasına girmiş bir münasibətdir. Orada bəli, bu çox rol oynayır. Amma ümumiyyətlə məişətdə, xəyanətdə düşünürəm birinci yerdə deyil bədənli xanımlar. Maral, mən bu fikri səsləndirəndə məndə çoxlu belə heyt dalğaları üstümə gəlir. Mən bir podkastda bir fikir söylədim ki, özünüzü oxşatmayın da kofe dediyimiz xanımlara, yəni ki, vid fasonunuzda bu siqnalları ötürməyin. Siz əminliklə istəniləcəksiniz, amma yalnız seks üçün istəniləcəksiniz də. Yəni ki, sizdən həyat yoldaşı heç kim düzəltmək istəməz. Yəni ki, budurmu? Bütün yazıq feministlər də, yəni ki, onlar özlərini öldürüblər ki, o qədər canlarını qoymuşlar ki, objectification var da, qadına obyekt kimi yanaşılmasın, amma siz indi özünüzü obyekt eləmisiniz də. Bu bir obyektə çevrilməkdir. Bütün bu Simone de Beauvoir çox güman ki, yorunda indi fırlanır ki, biz o qədər çalışmışıq qadın. Orada başqa məqsəd məncə nə ola bilər ki, sadəcə görüm. Mən bir şey demək istəyirəm. Biz məsələn deyək ki, bir yemək yeyirik, düşünmürük ki, bunu yeyək bizim xoşumuza gəlsin. Ümumiyyətcə bizdə yaranan hisslər, bizim davranışlarımız, seçimlərimiz və s. bunların heç biri biz istəyərək yaratdığımız şeylər deyil. Məsələn, bayaq dediyim kimi, yeməyi yeyəndə biz düşünmürük ki, yeyək bu bizim xoşumuza gəlsin. Yeyirik, əgər xoşumuza gələcəksə, gələcək. Qadınlarda da bu şuuraltı olaraq bu cür formalaşır. Məsələn, bu gün estrogen hormonunun elədiyi bədəndəki dəyişiklikləri dediyim kimi, plastik əməliyyatlarla, makyajlarla və s. eləyirlər. Estrogen hormonu yanaqları qızardır, makyajla eləyirlər, dodaqları biraz şişirdir və s. Almacıq sümüklərini üzə çıxarır. Dediyim kimi, çanağı biraz nisbətən qum saatı forması kimi göstərmək xüsusiyyəti var. Məsələn, bir qadın gedib heç vaxt görmərsiniz ki, plastik əməliyyatla qolunu şişirtsin. Çünki şuuraltı olaraq o onsuz da başa düşür. İzah eləyə bilməsə də, şuurlu şəkildə dərk eləyə bilməsə də, biz instinktlərimizə, keçmişdən gətirdiyimiz qabiliyyətlərimizə çox bağlı canlılarıq əslində. Seçimləri, yəni insan düşündüyünüz qədər azad seçim edə bilən, azad qərar verə bilən bir canlı deyil əslində. Bu ilə bağlı mən sizin ayrıca podkast etmək istəyirəm. Həqiqətən bu free will dediyimizdə azad seçimimiz varmı yoxsa yoxmu? Bu maraqlı mövzudur. Kurpatovun o qırmızı tabletkası mənə çox təsir eləyibdi o perspektivdən. Amma mənim bir sualım, mən indi bu yaşa çatmışam, 40 plusda kişilər adətən belə də karyeraların pikində də pul qazanıblar, status qazanıblar, falan qazanıblar. Yəni ki, və Bas deyir ki,
kişinin xəyanəti həmçinin o periodda baş verir ki, hardakı o öz bazar dəyərini daha yüksək görür, nəinki onun qadını. Deyək ki, o öz xanımı ilə 20 yaşında tanış olubdu, 22-23 yaşında ailə qurubdu, o heç kim idi də. Yəni yavaş-yavaş qalxıbdı. Amma xanım bu ərəfədə özünü inkişaf etdirməyib, qalxmayıbsa onunla paralelində. Kişi düşünür ki, mən daha yaxşısına layiqəm. Yəni ki, bu siqnal onun beynində var və ona görə xəyanətə meyllidir. Onun gedir varlı kişilər, yəni ki, daha çox qadın saxlayırlar, daha çox xəyanət edirlər. Mənə görə bu sosial bir səbəbdir və mənə görə də bu bir bəhanədir. Ümumiyyətlə insanın əgər bir şeyə ehtiyacı varsa, instinktləri onu bir şeyi bir hərəkəti etməsinə məcbur edirsə, onsuz da o bir bəhanə tapacaq. Məsələn, siqaret çəkən adamlara baxanda deyirlər ki, sağlam ölməyə heyfim gəlir. Amma belə dərindən fikirləşəndə görürük ki, çox mənasız bir şeydir. Ona ehtiyacı var, onu eləmək istəyir və onu şuurlu şəkildə bir bəhanə tapır. Biz instinktlərimizin bizim şuurumuzda yaratdığı bir dəyişikliklər, düşüncə tərzi var. Ona əməl eləyirik. instinktlərimiz. Amma şuurlu şəkildə sonra ona bəhanə tapmağa çalışır. Bu dediyiniz də çox güman ki, ondan mən elə düşünürəm. Məni çox təəccübləndirdi. Niyə görürsüz ikinci arvadı xəyanət kimi göstərdiniz? Yəni həmişə deyirəm, qadının zəifliyi, o vulnerability sözü var. Azərbaycan dilindən çox tərcümə olunmur. O söz uyaзвимость ruslar deyirlər. Bu onun təhlükəsizliyidir. Və qan təhlükəsizlik təmin olunduğu təqdirdə onun çox da vecinə deyil kişi nə ilə məşğul olur. Yəni ki, əgər kişi milyarderdirsə və milyardın yarısını 500 milyonunu bir arvadına ayırıbsa, digər 500 milyonunu başqa arvadına ayırıbsa, mən düşünürəm ki, 90% hallarda bu qadınlar üçün problem deyil. Kişilər üçün problemdir, çünki kişinin vulnerability'si, o həssaslığı qadındır. O qadını bölüşə bilmir. Amma qadın loyallığı resursda görür. Resurs loyallığında görür adətən. Yəni ki, əgər mənim kişi məni resurslardan ayırmırsa, ona görə mən narahat olmuram. David Bass bunu deyir ki, kişi xəyanətində qadın ilk verdiyi sual odur ki, sən onu sevirsən yoxsa yox. Çünki əgər sevirsənsə, demək resursları ona daha çox yönəldəcəksən, mənə daha az yönəldəcəksən. Amma qadın xəyanəti olanda kişi nə soruşur, sən onunla yatmısan yoxsa yox. Çünki onun vulnerability'si odur. Yəni ki, sevirsən, sevmirsən mənə fərq eləmir. Yalnız ona görə, resursa görə soruşmur. Çünki qadınların, bilmirəm, şahidiz yoxsa yox, egoları daha yüksək olur bu baxımdan ki, ona görə biraz o paylaşmağı da sevmir. O diqqəti də istəmir başqa bir xanıma dağıtsın. Yenə də biz belə hansı səbəbdən istəmir? Mən düşünürəm ki, münasibətlərin 99% transaksiya üzərində qurulubdur. Sevgi üzərində qurulan münasibətlər çox cüzidir. Çünki məndə nəsə çatışmır, ondan alıram, onda nəsə çatışmır, o da məndən alır və biz daim olaraq bu transaksiyanın içindəyik. Amma burada başqa şeylər də var da, məsələn, vaxtı da böləcək demək ki, tək pulu deyil. Məsələn, zamanı da böləcək, sevgini də böləcək, diqqəti də böləcək. 5 yaşında xanım yəni istəyir ki, hər getsin çöllərdə gəzsin də, mənə işləsin eləsin, mənə həftədə bir dəfə mənim yanıma gələr, bəs də elə deyil. Yoxsa mən nəsə siz qadınlar yaxşı məsələn, az onu şahid olaram ki, bir xanım desin ki, hə, okey, başqa bir xanım da olsun, tək mənə pul xərcləsin. Var, belə də var, amma düşünürəm ki, onlar əksəriyyətdir. Yoxsa elə düşünmürsünüz? Ola bilər. Yəni burada bir siz necə düşünürsünüz qadın biologiyası və kişi biologiyası perspektivi? Qadın buna göz yumur. Mən buna biraz geniş cavab verəcəm. Biz həmişə deyirik ki, sevgi təhlükəli bir dünyada iki yad insanı bir araya gətirən hissdir. Nəyə görə bir araya gəlirlər? Genlərini inkişaf elətdirsinlər, dünyaya uşaq gətirsinlər. Bəs niyə bunları bağlayan bir hiss olmalıdır? Heyvanlarda da əslində sevgi hissi var, amma onlarda çox az çəkir. Bəs nəyə görə insanda biz deyirik ki, o hormonal coşqulu hisslər 2-3 il davam edir? Çünki 2 ayaq üzərində yeriməyimizlə əlaqədar bu bütün insanlarda bel və boyun ağrılarına, qadınlarda da erkən doğumla nəticələndi. Yəni uşağın həmin doğuş kanallarından keçə bilməsi üçün natamam inkişaf etməsi lazım idi. Və bu da 9 aylıq hamiləlik əslində natamam hamiləlik sayılır. Yəni biz doğulan uşaqlar əslində yarımçıq olaraq dünyaya gəlirlər. Və onu həyatda qoruya bilməsi üçün hər iki valideynin qayğısına ehtiyacı var. Və sevgi də onun üçündür. Bir yerdə iki fərdi bir araya bağlayıb. Sevgi nə qədər dopamin oksitasiyadır da öz-özlüyündə. Sevgi vaxtı beyin bir kokteyl hazırlayır, insana verir. Qarşı tərəfin qüsurlarını göz ardı edir, onu ideallaşdırır. Fərqi yoxdur. O sevgidir, yoxsa eşqdir, aşqdır? Əslində bunları düzdür. Hamı eşqə, sevgiyə gördüyü, öz hekayəsinə uyğun bir don geyindirməyə çalışır. Amma demək olar ki, əgər hamısı yəni belə şəhvət, eşq, sevgi ümumiləşdirib danışıram. Mən qadınla kişi arasında olan bir sevgidən bəhs edirəm. Və biz dedik ki, hər iki tərəf bir-birinə bağlanır, uşaq dünyaya gəlir, uşağın həyata
uşağın doğulub həyata qarışması üçün təxmini vaxt 2-3 il çəkir. Bəli. Və bundan sonra da qadınla kişi aralanmalıdırlar. Qadın uşaqla məşğul olmalıdır, kişi ov dalınca getməlidir. Və aralanandan sonra əgər kişi başqa yerdə başqa bir insana aşiq olsa ki, kişi də poliqamdır, daha çox bilirik ki, nəsil artırmaqda daha çox üstündür. Və kişinin 3 il orada, ən azı 2-3 il orada qalması deməkdir. Amma qadın da mağarada uşağı ilə oturub, onu başqa heyvanlardan qoruyan insan lazımdır. Yəni kişi demək olar ki, 2-3 il ətrafda olmayacaq. Ona görə qadının, kişinin emosional xəyanəti onun həyatda qalması üçün təhlükə yaratdığına görə onu o cür pis qəbul edir. Yəni emosional xəyanəti prinsipialdır, amma fiziki xəyanət prinsipial deyil. Fiziki xəyanətin hardasa bağışlayır. Çünki əgər fiziki xəyanət varsa, kişi gedib qayıdacaq. Amma emosional xəyanət varsa, getdiyi yerdə ən azı 2-3 il qalacaq. Amma kişi ətrafda olmalıdır. Buna görə əgər qadınlar, siz dediyiniz kimi, onları maddi cəhətdən təmin edə bilirsə, onları hardasa bağışlaya bilirlər. Çünki onların həyatda qalması üçün bir təhlükə demək deyil bu. Amma deyilsə... Onda niyə görə ki, arvada dediniz ki, boşanmalıdır? Əgər təmin edirsə, niyə görə boşansın ki? Çünki biz hal-hazırda əgər tək münasibətli bir evliliyə gəlib çıxmışıqsa... Niyə görə kim deyir ki, tək münasibətli evlilik olmalıdır? Onun kim bu sosial konstruktorda dövlət bunu uydurubdu özü üçün ki, top kişilər bütün qadınları götürməsin. Yəni bu təbii proses deyil axı. Bu dövlət tərəfindən uydurulan bir şey deyil. Bu sosial təkamül nəticəsində gəldiyimiz bir... Təkamüldə nə vaxt biz monogam olmuşuq da, heç vaxt monogam olmamışıq. Məsələn, biz mağarada hər kəsin öz ailəsi olub. Yox, biz mağarada yaşadığımız müddətdə biz bir yerdə qalmamışıq, daimi olaraq hərəkət eləmişik. Bu iqtisadiyyat, nə bilim, tarımçılıq, tarlaçılıq və s. inkişaf edəndən sonra biz artıq yerləşik həyata keçmişik. Və yerləşik həyata keçəndən sonra da bu mal, mülk, bu var-dövlət kimə qalacaq, növbəti nəsil kim olacaq, onları aydınlaşdırmaq üçün bu xəyanət anlayışını formalaşdırmışıq. Məsələn, bəzi Amazon meşələrində mal, mülk davası yoxdur. Orada bir uşağın atası qəbilədəki bütün kişilər sayılırlar. Və bu uşaqlar üçün əslində belə baxanda indi bizi izləyənlər də biraz nə bilim dodaq büzə bilərlər. Amma digər tərəfdən baxanda bu uşaqların, bütün uşaqların həyatda qalması üçün üstünlük sayılır. Çünki uşaqlar ac qalmırlar. Bütün uşaqlar eyni dərəcədə qidalanırlar, eyni qədər protein alırlar və s. Bu onların həyatda qalması üçün təhlükə yaratmır. Amma artıq bu mülk kimə qalacaq, mən öləndən sonra nə olacaq və s. bu sosial təkamülün gətirdiyi bir məsələdir. Amma baxın da bu axı istisnadır ümumiyyətlə də təkamüldən. Götürün istənilən digər məməlini götür, Aslan traybını götürək də. Köhnə trayb başçısı qovulandan sonra, ya da öldürüləndən sonra yeni trayb başçısı nə edir? Onun bütün uşaqlarını boğur, öldürür ki, mənim nəslim qalsın. Yəni bütün məməllərdə bəs mənim nəslimin davamı, yəni bəlkə 99% hallarda bu Amazon trayblarında bu istisna haldır. Yəni ki, təkamülün əsas hissəsi məhz mənim genlərimin keçirilməsidir. Və əvvəlcə məhz monoqamiya onun üçün olmuşdur ki, DNK analizi yoxdur, DNT analizi yoxdur. DNT analizi ilə nə qədər sizin uşaq düzəldə bilərsən və hamısını bilə bilərsən, bu səninkidir, sənkinlər olmayanda sağollaşa bilərsən. Kişilər üçün fiziki xəyanət bağışlanmır. Nəyə görə bağışlanmır? Çünki böyüdəcək uşağın kimdən olduğunu bilməlidir. Biz əgər uşaqlarımızı böyüdürüksə, bizə icazə verirlər. Biz əslində özümüzü tərbiyə edirik, özümüzü yetişdiririk gələcək nəsil üçün. Buna görə kişilər fiziki, yəni siz dediyiniz kimi, ola bilər ki, öz nəslinin inkişafına daha çox üstünlük versinlər, digər nəslə üstünlük verməsinlər. Bu ola bilər instinktiv olaraq, çünki bizim ümumiyyətlə beyin çox qədim bir aparatdır. Ən azı 650 milyon illik bir tarixi keçmişi var. Və insanda da şuur olduğuna görə bu instinktlər çox mürəkkəb bir hal, mürəkkəb bir davranışla üzə çıxmağa başlayır. Mən bir də onu anlamadım ki, niyə görə kişi bərabər şəkildə resurslarını paylayırsa bir neçə qadın arasında, niyə görə qadın ondan boşanmalıdır? Onda belə bir sual da verə bilərik ki, kişi buna niyə ehtiyacı duysun ki? Niyə bir qadına kifayətlənir? Bunu qadın da edə bilər əslində. Onu biz qadında danışacağıq. Tamam, indi baxın, mən sizə belə bir şey deyim də, reallıqla deyim. Adətən o qadınlar hansılar ki, razılaşırlar ki, kişinin bir neçə həyat yoldaşı olsun və özü buna qane olursa, burada iki variant var. Ya o qadının özünün də həyatında kimsə var. Bu A variantı. B variantı, o qadın o kişidən ancaq pul lazımdır.
Üçüncü variant burada yoxdur. Peyğəmbərlərin çoxlu arvadları olubdu. Düşünürsüz ki, pul lazım idi. Mən düşünürəm onda dövr də başqa idi, onda şərait də, onda hər şey başqa idi. Yəni oradan o qədər şeylər çıxartmaq olar. Mən düşünürəm prezidentlərin 99%-nin ikinci arvadı var. Bütün varlı insanların 99%-nin bir neçə dənə qadını var. Təbii ki, olmalıdır da. Çünki bayaq siz dediniz ki, çünki insanın əlinə o pul keçəndə o artıq mən hər şey əldə edə bilərəm. Onda belə deyə bilərik. Bir çox varlı insanlar kişilərlə də yatırlar. Bir çox varlı insanların əlinə pul düşəndə hər şeyin dadına baxırlar. Siz nə düşünürəm ki, bu böyük bir trenddir kişilər arasında. Bu həzz axtarışıdır məncə. Artıq normal. Biz bunu görürük ki, əgər bir insan cinsi münasibətdən həzz alırsa və internetdə videolara baxırsa, deyək ki, porno videolara baxır və ondan həzz alırsa, bir həftə ən az bir ay sonra başlayacaq artıq qadağan olunmuş videolar axtarmağa. Yəni bu artıq həzz axtarışıdır. Ola bilər ki, bizim genlərimizlə də gələ bilər. Çünki beynimizdə hipotalamusda seksual dimorfik nüvə deyilən bir hissə var. Həmin hissə nə qədər böyük olursa və onu da böyüdən testosterondur. Həmin hissə nə qədər böyük olursa, qarşı cinsə kişilərdə, qarşı cinsə, yəni qadınlara doğru maraq daha çox artır. Yəni əgər bir ana hamiləlik müddətində testosterona çox məruz qalıbsa və doğulacaq uşaq da qız olacaqsa, həmin qızın beynində seksual dimorfik nüvə böyüyəcək və həmin qız nə olacaq? Lezbiyan olacaq. Biz dedik ki, bizim istəklərimiz heç bir istəyimizi özümüz yaratmırıq. Bir şeyin xoşumuza gəlməsi bizdən asılı deyil. İndi məsələn kimsə deyək ki, öz cinsi ilə yatmaq istəyirsə əgər, İstəmək var. Bu onun özü yaratdığı bir şey deyil axı. Bu beynin yaratdığı, gəldiyi bir nəticədir. O da onu şuurlu şəkildə dərk edir və əgər şərait də yaranırsa, şərait də uyğundursa, o istəyi həyata keçirmək daha çox reallaşır. Biz həzz məsələsini bitirdik. Düşünürəm əlbəttə ki, xəyanətin böyük bir hissəsi həzz üzərində qurulubdur. Tez dopamin, yəni ki, eyni olaraq indi sosial mediada addiction falan onun üzərində qurulub. Lakin bəzi maraqlı digər bir şey də göstərir. Kişilərin böyük əksəriyyəti sırf olaraq həzz aldığına görə fiziki səbəblərdən xəyanət deyil, digər səbəblər, emosional səbəblərdən də xəyanət edir. Təbii ki, evdə qiymətləndirilmir, naşükür bir arvadı var, çox sağ olun demir. O görünməzdir öz evində, evə gəlir, qadın ona vaxt ayırmır. Onun təsdiq ehtiyacı ola bilər ki, hər bir kişinin daxilə valih olmaq, ehtiyacı olmaq kimi bir hissi var. Və bunları almayanda belə emosional olaraq xəyanət edə bilir. Bu hardan gəlir? İnsanı necə tamamlayırsınız? Bir canlıya baxanda insan olduğunu necə deyirsiniz ki, bu insandır? Duyğularına, düşüncəsinə. Heyvanlarda da var axı. Düşüncə yox, zəka. Zəkadan gözləntimiz nədir? Yəni ağıl nə deməkdir? Ağıldan ki, bu ayrı məsələdir. Ağıldan düşünür bəzi heyvanlardır. Onu bəs uşağa insan kimi baxmırsın ki, o düşünə bilmir hələ. Uşağın şuuru yoxdur deyə düşünürəm. Uşağın şuuru və neokorteksdə olandan sonra düzdən inkişaf edir. Biz şuurumuz sayəsində bütün dünyanı dərk edirik. Bəs yəni insandan gözləntimiz nədir? Məsələn, deyək ki, bu mikrofon nə eləsə, necə davransa biz ona insan deyə bilərik. Canlı olsa. İnsanlıq amma hələ insanlığın nə demək olduğunu bilmirik. Çünki beynimiz elə bilir ki, bilir. Məsələn, elə bilir ki, mikrofon necə işləyir, onu belə bilirik. Amma əslində yazsaq görərik ki, başa düşmürük mikrofon necə işləyir. Beynimiz bizi emosional cəhətdən qorumaq üçün bu cür hər şey bildiyimizi zənn edir. Çünki beyin enerji cəhətdən ən çox enerji sərf edən orqandır. Yəni çox rasxodlu bir orqandır, sərfiyyatlı orqandır. Ona görə də bizə hər şeyi hazır olaraq qəbul elətdirmək istəyir. Amma bizi başqa canlılardan ayıran bizim heyvani instinktlərimizə qarşı qoya bilməyimizdir. Bu da seçim şansı və iradə deməkdir. Heyvanlara baxanda görürük ki, onlarda seçim şansı hardasa var. Məsələn, bir aslanın qarşısına 2 dənə fərqli ət qoyarıq. Amma uşaqda da yoxdur seçim şansı. Düz uşaqda yoxdur seçim şansı. Yəni onu demək istəyirəm ki, insanlıq sonradan öyrəndiyimiz bir şeydir. Tamam, indi biraz da geniş danışsaq, insanlığı biz sonradan öyrənirik. Məsələn, bəzi ədəbiyyatlarda var ki, qurdların içərisində böyüyən bir adam, bir uşaq. Həmin uşaqları 10 yaşından sonra onsuz da insanlığı biz öyrədə bilmirik. Deməli, bizim təməl düşüncə tərzimiz, qadın-kişi rolu, nə bilim, ana, ata, yoldaş, dost, bacı, qardaş, bunların hamısı bizə bizim uşaqlıq dövrümüzdə, məsələn, deyək ki, 10 yaşımıza qədər yüklənir. Biz hazır kodlarla, biz sonra düşüncə tərzimizi həmin o kodların üzərində qururuq. Amma deyirik ki, insan heyvani instinktlərinə qarşı qoya bildiyi bilən yeganə canlıdır. Başqa heç bir zürafə deməz ki, mən gedim biraz aslan kimi hərəkət edeyim, məsələn.
deməli insanın seçim şansı və iradəsi var. Seçim şansı baxırıq ki, başqa heyvanlarda da var, amma həmin seçimlərə baxmayaraq tamam, həmin seçimlər yaxşı da ola bilər. Amma fərqli bir qərar vermə qabiliyyəti, iradədir və bu da ancaq insanda var. Bunun əsas məsələ deyil, bundan necə istifadə edəcəyik. Əsas məsələ odur ki, niyə var? Niyə iradə var? Niyə biz seçimdən əlavə iradə göstərə bilirik? İki seçim olmasına baxmayaraq niyə iradəli ola bilirik? Çünki insan impulsiv olaraq davransa, başına çox bəla açar. Məsələn, instinktlərinə uyğun davransa. Deməli, bu iradə bizi həyatda tutan bir şeydir. Çünki görmə, məsələn, biz üç ölçülü görürük, düzdür. Eşitmə, görmə, xəyallarımız, məsələn, bu gün xəyallarımız və s. nə düşünürsünüzsə, hamısı bizim həyatda qalmağımızı asanlaşdıran şeylərdir əslində. Və bu da iradə məsələsi də bizim həyatda qalmağımızı dəstəklədiyi üçün bu yerə gəlib çıxmışıq və ona görə də tək evlilik, tək münasibəti ona görə bu cür dəstəkləyirəm ki, məsələn, siz deyirsiniz ki, kişi resurslarını hər iki ailə arasında belə bilirsə, xəyanət etməlidir, yoxsa yox? Mən də buna... Bu xəyanət dedim, yəni ki, bu xəyanətdirmi artıq? Əgər hər ikisinin xəbəri var bir-birindən, hər ikisi üçün də bu okeydir. Tamam. Mən də buna bu cür yanaşıram ki, bunun nə əhəmiyyəti var? Bu insan üçün nə əhəmiyyəti var? Yəni bu canlılıq üçün, bir bütün üçün, tamamlanmaq üçün. Kimlənsə məncə artıq xəyanət hesab etmək olar. Sən əgər zamanını, bədənini, vaxtını, sevgini, pulunu kimlənsə başqa biri ilə də paylaşa bilirsənsə, məncə artıq xəyanət. Əgər evlənməsəydi, paralelində eləsəydi. Evlənməsəydi, bilirsiniz, evlilik nə deməkdir? Bir də bir dostluqdur da, bir etibardır, bir güvəndir, bir ədalətdir. Yəni bu çox ədalətsiz davranışdır ki, səninlə dostluqda da elədir. Yəni dostumuzun üçüncü bir daha yaxşı dostu olanda biz özümüzü artıq daha dəyərli, onun həyatında yeganə biri, ən lazımlı insan hiss etmirik. Çünki bu material tərəfdən başqa insanın duyğusal tərəfi də vardır. İnsanın, qadının da bir məni var ki, onunla da biraz ehtiyatlı davranmalıyıq. Evlilik, nikah, nə bilim, nəsə bir sənəd imzalama və s. bu insanları göstərmək üçündür əslində. Əgər iki insan birlikdədirsə, deməli bunlar birlikdədirlər artıq. Bunun üçün hansısa bir sənədləşməyə və s. sözə məncə. Amma bütün qərb indi poliamorluğa gedibdir. Mənəm swingerlər var, bunlar rahat şəkildə bir-birini tanıyırlar, açıq münasibətlər var. Poliamor münasibətlər var, sevirlər. Yəni ki, bütün dünyada təsdiq olunub ki, sən bir neçə insanı paralelində sevə bilərsən. Bütün dünyada var, amma bunu da nəzərə alaq ki, insan kim olduğunu unudan yeganə canlıdır. Hardan gəldiyini unudan və özünə tez-tez xatırlatmalı olduğu bir məsələdir əslində bu. Çünki biz hər şeyi normallaşdıra bilərik. Buna ehtiyac varmı? Yəni gəlin onda hər şey normal deyək. Əslində normalı da biz yaradırıq. Monoqamiya heç vaxt normal olmur da, razılaşdıqda. Təbiətdə monoqamiya. Amma burada təkcə təbiət deyil axı, burada sosial həyat var, burada qanunlar var, burada iqtisadiyyat var. Bir çox şey ki, məsələn, vətən anlayışını da insan uydurmayıbmı? Sosial konstruktdur. Əgər bu gün tək münasibətdə, tək evlilik daha çox bizim həyatda qalmağımızı, genlərimizin inkişafını dəstəkləyirsə, deməli doğrusu budur. Dəstəkləmir axı, qadınlar 3-4 dənə uşaq doğmur indi. O əslində nə ilə əlaqəlidir? Bu şəhərləşmə. Biz dedik ki, sosial canlıyıq və başqa canlılar arasında ən çox sosial yükü daşıyan insanıq və beynimizin də çox böyük bir hissəsi sosiallıq üzərində qurulub. Danışıq və s. Başqa canlılardan görərsiniz ki, bariz fərqlərimizdən biri sosiallıqdır. Əgər belə bir şey var, belə bir müşahidə təcrübə var, insanların çox yaşadığı bir yerdə İnsan düşünür ki, çoxalmağa ehtiyacım yoxdur mənim, uşaq dünyaya gətirməyə ehtiyacım yoxdur. Amma kəndlərə baxsaq görərik ki, orada çox uşaqlılıq var. Şəhərləşmə problemidir. Deyək ki, sən şəhərdəsən, bir qadınla evlisən, sən 4 uşaq istəyirsən, o 2 uşaq istəyir. Sənin də pulun var, multimilyarder Elon Musksan. Birazın trilyon dolların olacaqdı. O da deyir ki, mən 2 dənə uşaq istəyirəm, şəhərdə, New Yorkda yaşayıram da, Manhattan'da. Boşuyum onu, deyim get, özür bu da sənin alimentin, sağ ol, mən getdim növbəti arvad almağa. Neynəməlidir bu zaman? Mən tam başa düşə bilmərəm. Yəni ki, siz bunu kontrol edirsiniz ki, əgər cütləşmə, uşaq gətirmə odursa, onda müasir dövrdə, yəni ki, bir qadından sən bunu eləyə bilmirsən də. Replacement rate-də 2,1 uşağı belə düzəldir. Bunlar əslində fərqli кейslərdir, fərqli düşüncə tərzidir. Məsələn, o yaşadığı insanın verdiyi qərarlar, məsələn, soruşsam ki, Fərhad Pərvizi kimdir, deyəcəksiniz ki, yaşadığım hekayələr. Məsələn, beynimizdən yaşadığımız hekayələri çıxarsam geriyə nə qalar? Çünki yumurta hüceyrə ilə sperm hüceyrə birləşəndə ziqot əmələ gəlir. Onu da həmin enerjini də biz dünyadan alırıq. Yəni bizim bədənimiz dünyaya aiddir. Bəs
yaşadığımız hekayələr də əslində bizi biz edən və bədənimizi formalaşdıran. Ola bilər ki, onlar fərqli кейsdir və onları başqa cür ələ alıb danışsaq əgər sırf onun üzərindən istiqamət başqa yerə gedər, başqa bir mövzuya gedib çıxar. Amma biz ümumi olaraq danışırıq. Amma uşaqların çoxalmamasını məsələn öz ölkəmizdə götürsək daha çox əlaqələndirərdim ki, cütlüklərin bir-birinə nə qədər güvənməməsinə, bayaq dediyimiz o etibar məsələsi. Artıq bir çox qadınlar, bayaq dediyimiz kimi bu ehtimallar çoxalır və normallaşır deyə ikinci arvad, nə bilim boşanma, sadələşir, adiləşir. Artıq o güvən yoxdur deyənə ki, məni bu iki uşaqla atıb gedəcək, elə ayrılacaqsa qoy elə bir uşağımla ayrılım. Yəni bu biz gözdən qaçır bu səbəblərdə, amma bu çox önəmlidir. Məncə etibar yoxdur cütlüklər arasında. Güvən olmayan ümumiyyətlə cəmiyyətdə nə münasibət olacaq, nə iqtisadiyyat olacaq, olmayacaqdır da, nə də uşaq olacaq. Bu aydın məsələ, bu kök səbəbdir. Siz maraqlı bir şey dediniz, fikir səsləndirdiniz. O canavarlarla böyüyən uşaqlar 10 yaşına qədər cavanlarla böyürsə, onu insan etmək mümkün deyil, olmur da. Onda mən 10 yaşıma qədər uşağımın beyninə yürütsəm ki, monoqamiya düzdür. Məsəl üçün xəyanət etmək olmaz. Yəni o oğlan uşağı xəyanət etməyəcək. Deməklə yox. Əslində məsələn deyək ki, bir uşaq, deyək ki, ata uşağına ədalət öyrətmək istəyir, ədalətli olmağı. Amma özü ədalətsiz davranır, danışığında, səs tonunda və s. Siz onu necə öyrətməyi nəzərdə tutursunuz? Əgər sözlə öyrədəcəksinizsə, siz sözlə öyrətdiyiniz əsas olmayacaq. O sözləri beyin necə tərcümə edəcək? Hipotetik olaraq da Show Truman'a yaradırıq. Bir uşağı qoyuruq super bir monoqam ailənin içinə. 10 yaşına qədər oradadır. Görmür heç kim. 10 yaşından sonra çıxır çölə, başlayır məktəblərə gəzməyə, digər münasibətləri görməyə, digər valideynləri görməyə. Yəni ki, o uşaq olmayacaqdır artıq. Uşaqlara monoqamlığı, oğlan uşaqlarda poliqamlığı başa salan kimdir bilirsiniz? Analarıdır. Ananın danışıq hərəkət məntiqidir. Onu onlara başa salan. İzah edin praktiki olaraq necə bunu başa salın? Yəni biz elədiyimiz hərəkətlər, davranışlarımız uşaqların beynində başqa cür tərcümə olunurlar. Məsələn, 10 yaşına qədər bir uşağa siz əgər doğrudan da poliqam kimi poliqamsız amma monoqam kimi davranırsınızsa, uşaq həmin məntiqi qəbul edə bilər. Onu heç də dəyişə bilməz sonra. Əlbəttə ki, dəyişə bilər. Emosional hadisələr bizim bütün beynimizi dəyişə bilər. Ona görə canavarlarla böyüyən uşağı dəyişmək olmaz, amma bu uşağı dəyişmək olar. Sonradan beynimizin plastiklik qabiliyyəti var. Sonradan neuroplastiklik axı sübut olunub ki, ömrün axırına kimi var da. Bəli, var. Amma beynin təməl ehtiyacları, təməl düşüncə tərzi ki var, o 10 yaşına qədər formalaşır. Amma insanlıq, yəni bu əslində biz götürsək, danışsaq ki, poliqamlıq, monoqamlıq insanlıq deməkdir. İnsanlıq tanımımız budursa, onun üzərindən danışa bilərik. Bir də onu izah edin də, ana necə oğlunun monoqam ya da poliqam böyüməsinə təsir edir? Ananın danışıq məntiqi. Misal üçün necə danışmalıdır ki, monoqam olsun? Necə danışmalıdır ki, uşaq monoqam olsun? Bunu görə biraz fikirləşin. Çünki bu mənim üçün təzə bir məlumatdır. Siz necə düşünürsünüz? Mən düşünürəm ki, ailələrdə bizdə, mən uşaqlıqdan bunu müşahidə eləmişəm, bütün ailələrdə bu var. Biz oğlanın o toksik maskulin tərəfini çox böyüdürük. Sən kişisən, sənə olar, sən arvad alanda, yəni bu biz dediyimiz kimi davranış modelini uşaq mənimsəyirdi, yəni ki, bu normaldır. Atam da belə eləyir, anam da belə eləyir. Bayaq dediyimiz kimi müəyyən yaşa kimi formalaşır və onun üçün artıq norma olur. Qızlara da belə eləyirlər. Məsələn, mənim yadımdadır ki, balaca olanda dırnağımı uzadırdım, mənə deyirdilər ki, qaynanan üçün də qaşıq eləmirsən və s. Onda da hətta düşünürdüm ki, niyə? Yəni mən o qadını hələ tanımıram, necə biri olacaq bilmirəm, amma nifrət oyadırlar. Mən də düşünürəm ki, ailənin burada rolu çox böyükdür, xüsusən ananın, amma mən atanı da bu prosesə qatardım. Çünki atanın xanımlara olan davranışı necədirsə, ailəsinə olan davranışı necədirsə, bu oğlan uşağına istər-istəməz yansıdır. Uşağa dünyanı ana öyrədir. Biz baxanda kişilərdə sol beynin inkişafı daha zəifdir. Onlarda danışma, cavab vermə və s. Uşağı danışan, onlarla vaxt keçirən ana olur əslində. Fikir versəz əgər görərsiniz ki, uşaq hələ danışmır, amma ana uşaqla danışmağa çalışır. Çox mənasız sözlər istifadə edir. Atalar da bunu görə bilməzsiniz. Amma mən düşünürəm ki, oğlan uşağına bir çox şeyi ana öyrədə bilməz. Ata modelini əslində atasından öyrənir. Ana modelini anası, qızlar ana modelini anasından öyrənir. Yəni oğlan özünə olan münasibəti də atadan formalaşır. Məsələn, ana ümumi bir şeyləri həyatla bağlı öyrədə bilər, amma oğlanın öz olur. Çünki bu olmayan da oğlanlara çox çətin olur. Bu demək deyil ki, onlarda heç vaxt bu olmayacaq. Amma onu özü öyrənməsi çox uzun və çətin proses olur və qadın onu ona izah edə bilməz.
Necə başa düşmədim? Məsələn, bir qadın məncə oğlana kişi olmağı öyrədə bilməz. Əslində bu necə olur? Uşaq doğulandan sonra 1 yaşına qədər gəlir, anası uşaqla məşğuldur həmişə. Sonra böyüdükcə 5-6 yaşına çatdıqca görür ki, artıq anası bununla yox, atası ilə daha çox məşğul olur. Uşaq düşünür ki, mən anamı təkrar əldə etmək üçün kim olmalıyam? Atam kimi olmalıyam. Düzdür, biz dünya ilə tamamlanırıq. Bizim genlərimizdə nə qədər hazır olaraq doğulsaq da bizim beynimizi, zehnimizi əslində tamamlayan dünyadır. Deyək ki, görmək üçün olan genlərimiz var. Amma doğulandan sonra qaranlıqda yaşasaq, heç vaxt görməmiz aktivləşməyəcək. Deməli, biz dünya ilə tamamlanırıq və ətrafımızda gördüklərimizlə öyrənirik və burada da öyrədən anadır. İndi mən sizə bir nümunə deyim də. Məsələn, bir oğlan uşağı yeniyetmə deyək, getdi həyətdə dava elədi. Savaşdı kimlənsə. O evə dönəndə atanın reaksiyası başqa olur. Ananın reaksiyası. Məsələn, ana qadın olaraq deyir, oy, oran yaralandı mı? Sən niyə kiməsə baş qoşursan? Yola ver getsin. Qadınsı yanaşır. Amma atalar adətən gəlir ikinə soruşur, sən döydün, o döydü. Əsas döyülmə. Yəni o döyüşçü ruhunu və yaxud da ana biləndə ki, oğlu ilk qızla görüşür, ana biraz başqa cür yanaşır, hardasa qısqanır, hardasa deyir, sənin o yaşındımı və s. Atalar isə burada bir zarafat tutur, oğlu ilə daha yaxınlaşır. Yəni mən demək istəyirəm ki, o Türklərdə dış dünya ilə oğlan uşağını atası yaxşı olar ki, tanış etsə, uşaq psixologiyasına getməyə bilirəm ki, sizin ağırlı mövzunuzdur və çox bilikli mövzunuzdur. Mən Helen Fisher'a qayıtmaq istəyirəm. Növbəti onun bir çərçivəsi var. Onun əsas tezisi nədir? Deyir, insanda 3 ayrı beyin sistemi var. Deyir ki, cinsi arzu, romantik eşq və dərin bağlılıq. Bu 3 sistem eyni anda 3 fərqli insana yönəlmiş ola bilər. Xəyanət çox var, bu sistemlərin arılmasından doğur. Mən kimisə cinsi olaraq istəyə bilərəm, kimlənsə romantik eşq macəralarını yaşaya bilərəm, kimləsə bağlı bir dərin bağlılıq gətirə bilərəm. Yəni ki, bəni düzəldərsiniz də, əgər beynin quruluşuna baxsaq, reptiloid beyni gəlir, instinktlərə cavab deyək. Bu fiziki istək onun içərisindədir də, bioloji çoxalma. Onun üzərində limbik sistem gəlir. Bu bizim emosional bağlarımıza bağlıdır, emosiyalarımıza bağlıdır. Və üstündə də neokorteks gəlir də, bu da bizim intellektimizdir. İndi problem nədə törədilir? Daniel Kahneman öz işlərində bunu çox qeyd edir. Reptiloid beyni 100 milyondan çox tarixi var da, dinozavrlardan bizə gələn də ən azından təkəmmülçülər belə düşünür. Amma ən qocaman hissə reptiloiddir. Sonra ikinci ən qocaman limbik sistemdir, emosiyalardır və ən cavanı 100 min tarixi olan neokorteksdir. Bizi digərlərindən fərqləndirən bir beyin hissəsidir. Və ən cavanı odur ki, sözü keçmir də, qocaların yanında deyir, saqqalım yoxdur, sözüm keçmir də. Biri var 100 milyon ilin öyrəşdiyi bir sistem, bir də var 100 min ilin öyrəşdiyi sistemdə. 100 min il bizə çox görsənə bilər, amma təkamül perspektivindən çox da böyük bir rəqəm deyil. Nə etmək olar da bu bir nəfəri hamısını yaşamaq istəyirsən də, bir insan olaraq başa düşürsən də bunu da. Həm həzzi də yaşamaq istəyirsən, romantikliyi də yaşamaq istəyirsən, həm də ki, bu dərin bağ qurmaq istəyirsən də, neyniyək? Bu inanmamısıyla. Sevgi haqqında çox yaxşı bir deyim var. Kim deyibsə, çox yerində deyib. Sevgi, şəfqəti və şəhvəti eyni insana hiss edə bilmək. Şəfqəti və şəhvəti eyni insanı hiss edə bilməkdir. Buna sevgi deyilir. Və bayaq dediyiniz kimi neokorteks var insanda. Baxaq ki, neokorteks nə üçün var? Olması yox, niyə olması da əsas məsələ. Biz təbiətə baxanda görürük ki, bütün heyvanların bu həyatda qalması üçün bir avadanlığı var. Nə bilim, pəncəsi var, caynağı var, qanadı var. Amma insanda nə var? İnsan ayaq-yalın yerirsə ayağına daş bata bilən bir canlıdır. İnsanın nəyi var bu həyatda yaşamaq üçün, sağ qala bilməsi üçün? Şuuru, yəni şuurdan gözləntimiz nədir bəs? Şuurdan nə gözləyirsiniz? Şuuru işlədir. Rasional bir qərar vermədir. Rasional qərar verməsində bizim frontal korteksimizlə əlaqədir. Şuur mənlik hissidir, özümüzü dərk eləmək. Bir də yaradıcılıq qabiliyyətimizdir. Məsələn, baxmışıq bir qoyuna, görmüşük ki, biz bu qoyundan necə istifadə edə bilərik? Ölməmək üçün onun dərisindən, yunundan götürüb özümüzə paltar tikərik və bunun sayəsində biz həyatda qala bilmişik. Və dediyimiz kimi şuur düzdür. Digər hissələrin yanında çox az söz sahibi olsa da, şuuru aktivləşən, ondan idarə edə bilən insan bütün beyin hissələrinin iradəsinə keçirmə qabiliyyətində malikdir əslində.
Və bu o dediyimiz kimi, sizin dediyiniz kimi, nə bilim başqasına ehtiras axtarmaq, başqasına sevgi, başqasına nə bilim həyəcan axtarmaq və s. Bunlar hamısı yeni dünyanın gətirdiyi bir patologiyadır. Bəli. Yeni sistem gətirib bunlar. Əslində insan belə bir canlı deyil əslində. Deyildi, bəli. Baxanda görürük ki, qurd, quş necə yaşayırsa, əslində biz də o cür yaşayırıq. Sadəcə biz Bizim heyvani üç dənə sistemimiz onlardan daha kompleksdir. Həm hansısa neokorteksimiz daha kompleksdir, həm limbik sistemimiz daha bizim yaşadığımız təcrübələr müxtəlifdir. Bizim sosial mediamız var. Orada çoxlu özümüz uydurmuş hekayələr qura bilirik. düz, yəni bunu da biz elərik. Şuurumuz sayəsində eləmişik və bu gün şuurumuzdan necə istifadə edəcəyimizi bilmirik. Bu gün bizim beynimizin bu qədər inkişaf etməsi əslində bizim başımıza bəladır. Bu biz nəyə oxşur? Elə bil ki, mən iş axtarıram. Burada yaxşı maaş verirlər. Burada şərait yaxşıdır. Burada isə müdirindən xoşun gəlir və sən hər üçündən yararlanmaq istəyirsən. Mən düşünürəm insan münasibət qurması bir də məsuliyyətidir, bir də onun xarakteri burada çox rol oynayır. Sən bir şeyə görə məsuliyyət götürmüsənsə, tutalım bir xanımla bərabərsən, heç evli deyilsiniz. O münasibətin davam etməsi üzərində həm sən də biraz çalışmalısan. Təbii ki, bura mane olan çox şey olacaq. Müdaxilə olan bir ailə müdaxilə eləyəcək, bir ana bir söz deyəcək, bir başqa bir xanım çıxacaq önünə, nə bilim başqa bir situasiyalara o xanımın kimisə o xanıma gözü düşəcək və sən bunlardan sağlam çıxmaq üçün bir özün də mücadilə eləməlisən də. Mən düşünmürəm ki, hər şey bir adamda toplanmalıdır ki, biz onu bəyənək və həyatımıza daxil edək. Fərid bəy, bir çox belə tanışlarım var, hansılar ki, deyək ki, də xəyanət demək olar buna ya da ki, mənə digər bir çox arvad saxlayırlar. Deyirəm, mənim testosteron səviyyəm çox yüksəkdir. Yəni ki, mən 50 yaşındayam, amma 30 yaşındakı oğlan testosterona görə mən məcburam bunu edə. Həqiqətən testosteron bu xəyanət meylini artırır yoxsa? Testosteron artıra bilər, amma belə bir şey var. Məsələn, atlara baxsaq görərik ki, ya başqa heyvanlara baxsaq, tualet ehtiyaclarını küçədə necə istəsələr eləyirlər. Amma o bir şeyin bizim təbiətimizdə olması o demək deyil ki, onu eləməliyik. Hətta çox maraqlı bir söz var, çox gözəl bir söz var. Əgər təbiət bizi hər çağırdığında getsək, harda qaldı bizim insanlığımız? Yəni bir insanda testosteron ola bilər və bu testosteronun səbəbini bayaq dediyim kimi dişilərdə əgər qadınlarda bəzi plastik əməliyyatlardan dişili siqnalı ötürürlərsə və şuuraltı olaraq kişi beyninin onsuz da testosteron səviyyəsi qalxacaq. Əgər testosteron səviyyəsi qalxırsa bu risk alma qabiliyyətini artırır, insanı cəsarətləndirir və stressli edir. Və biz dedik ki, hormonlar bizim zehnimizi idarə edir. Məsələn, deyək ki, heç vaxt yemədiyiniz bir yeməyi düşünün, amma 20 gün ac qalsanız məsələn onu yeyərsiniz. Çünki burada qrelin hormonu bizim zehnimizi ələ keçirir, şuurumuzu biz istəmədən hormon istədiyi istiqamətə tərəf apara bilir və testosteron da əgər bizim şuurumuzu ələ keçirirsə, onu o istiqamətdə apara bilir və bizə nə qalır? Ona bir bəhanə tapmaq. Siz Robert Sapolsky ilə tanışdınızmı? Behave kitabı var. Stanfordun professorudur, o da təkamülçüdür. Onun çox maraqlı bir insight var. Bir mühasirəsində də Behave kitabında yazır bunu. Deyir ki, testosteron biz adətən düşünürük ki, bu aqressiya hormonudur. Yəni kişidə testosteron çox olursa, aqressiya çoxalır. O deyir ki, testosteron həmin bu cəmiyyətdə normaları daha da gücləndirir. Əgər bu cəmiyyətdə norma aqressiyadırsa, testosteron sən aqressiyanı çoxaldacaqdır. Amma əgər sən bu cəmiyyətində norma mədəniyyətdirsə, bu mədəniyyəti dəstəkləyəcəkdir. Beyin olaraq əgər sənin cəmiyyətində bu gün norma poliqamiyadırsa, yüksək testosteron səviyyəsi səndə poliqamiyanı dəstəkləyəcəkdir. Əgər sənin cəmiyyətində norma monoqamiyadırsa, yəni yüksək testosteron səviyyəsi yenə də o strukturu saxlayacaqdır. Testosteron səni vəhşi heyvan etmir də, səni sadəcə bu çərçivələrdə daha güclü edir, cəmiyyətin mövcud çərçivələrində. Başa düşürəm, amma testosteron həm də cinsi istəyi artıran bir hormondur. Həm qadınlarda, həm kişilərdə. Yəni testosteronun artması qarşı tərəfə olan ehtiras hissini də avtomatik olaraq artıracaq. Amma hər kəsə qarşı yox da, bəzilərinə qarşı. Təbii ki, öz cinsimizdə, məsələn, timsaha baxıb onsuz da testosteron. Amma həddən artıq çoxdursa, yeni bir partnyorla da kifayətlənə bilməz. Ona görə də bəhanə göstərir. Qadın həmişə eləyə bilir. Yox, o yanlış bir fikirdir ki, qadın həmişə. Çünki o gündəlik axı başqa bir rutin də var, ruh halı da var, həvəs də var, əhval-ruhiyyə də var. Çox yaxşı belə maraqlı bir zarafatdır. ABŞ-nin prezidenti olur, Coolidge, buna Coolidge effekti deyirlər. Öz həyat yoldaşı ilə bir fermerin yanına gəliblər. Necəsə olub ki, fermer əvvəlcə həyat yoldaşını ayırıb, gedib onu fermanı göstəribdir. Sonra prezident
prezidentlə də ayrıca Kuliclə ayrıca görüş eləyibdi. Deməli indi həyat yoldaşını gəzdirir və hinə girirlər, toyuq hininə görürlər. Və orada toyuq hinində, yəni ki, erkək xoruz, yəni ki, öz işinlə məşğuldur da. Orada yumurta düzəltməklə məşğuldur. Birinci xanım ondan soruşur ki, tez-tez belə şeylər baş verir. Deyir, o gündə 7-8 dəfə, yəni ki, bu işlə məşğuldur. Birinci xanım ona deyir ki, prezident Kulic keçəndə bu barədə ona söyləyin. Gündə 7-8 dəfə olur. Yenə də burada Dərrəsəli son deyil. Sonra prezident gəlir ora, Kulic gəlir ora və fermer də belə də qırmızı ola deyir ki, cənab prezident, birinci xanım deyib ki, baxın bu xoruzlar gündə 7-8 dəfə o məsələ ilə məşğullar. O dedi ki, sizə çatdırın bunu. Deyir, deyir, eyni toyuqla məşğuldurlar, yoxsa yox, o da yox, müxtəlif toyuqlarla. Deyir, xanım birinci prezidentə get bunu da çatdır ki, birinci xanıma get bunu da çatdır ki, müxtəlif toyuqlarla da bu. Olmasa bu Kulic effektidir və həqiqətən bu var. Məsəl üçün kişi deyək ki, indi bir qadınla cinsi əlaqədə olubdu, yorulmuşdu, amma digərini gəl qoy qabağına, dərhal hazır olacaqdı da öz-özlüyündə də. Bu necəsə bu təbiətdə bu gen diversifikasiyası çox dərindən oturubdur. Əslində bu həzz axtarışıdır. Yoxsa bizim təbiətimizdə daimi olaraq bunu eləmək instinkti çox azdır. Sadəcə insan həzzin bitəcəyini bilən yeganə canlı olduğuna görə həzz bizim həyatda yaşamağımızı asanlaşdıran bir şeydir. Bu gün nə eləyiriksə, baxın, hamısını həzz almaq üçün. Yəni nəticədə əgər işə gediriksə, əziyyətə dözürüksə, çünki frontal korteksimiz inkişaf etdiyinə görə biz soyuq əşyalar arasında əlaqə qura bilirik. Bilirik ki, işə gedəcək, oradan məsələn pul qazanacaq və ondan sonra həzz ala biləcək. Və buna görə də insan daim həzz axtardığına görə və bildiyinə görə ki, həzz almaq onun həyatda qalmaq şansını daha çox artırır. Ona görə daimi olaraq fokus o istiqamətə gedir. Bu ilə biz üçüncü hissəyə keçirik. Nə etmək olar? Məndə Fidan xanım üçün suallar var. Qadın tərəfdən nə edə bilərik və Fərid bəy sizin üçün suallar var. Biz kişilər nə edə bilərik ki, bu xəyanət azalsın? Fisher deyir ki, kişinin dopamin sistemi yeniliyə həssasdır. Uzun münasibətdə bir qadın öz tərəfdaşı üçün necə yeni qala bilər? Bu mümkündürmü, yoxsa sadəcə idealdır, mümkün deyil? Qadın necə yeni qala bilər? Bayaq başlanğıcda da siz çox önəmli belə bir şey qeyd etmişdiniz ki, bir tərəf inkişaf eləyəndə gələk digər tərəf də inkişaf etsin, amma bugünkü gün mən belə görürəm ki, cəmiyyətdə mənəvi olaraq, psixoloji olaraq xanımlar sanki daha meyllidir inkişaf etməyə. Burada artıq daha çox qadınlar kişiləri bəyənməməyə başlayır. Və bunu yansıda bilirlər bəzən kişilərə, bəzən kişinin pulu azalanda ona münasibəti dəyişir, ondan tələbatları çoxalanda, istər maddi, istər mənəvi, istər fiziki, bu təbii ki, kişini, belə deyək də, ruslar deyir, uşimlyonlu, yəni özünü daha, necə deyək ona, nədəsə əksik hiss elətdirir. Və o əksikliyi bəzən doldurmaq üçün də kişilər... Yəni yeniliyə fokuslan, qadın nə yeni edə bilər? Yeni, biz ancaq özlərimizdən... Rollar, yeni səyahətlər... Mən düşünmürəm ki, yenə də xaricdən gələn ailəyə hansısa təsirlər bunu dəyişə bilər. Bu içdən gəlməlidir. Və çalışmaq lazım deyil ki, digər tərəf üçün bir yeni olasan, hansısa rollara girəsən. Yox, məncə burada kifayət qədər o qarşı tərəfə dəyər vermək, öyrənməliyik. Həm kişiyə, həm qadına. Çünki mən seanslarda da görürəm ki, biz nə qədər dildə desək də, biz kişilərə də bəzən lazımı dəyər vermirik. Biz onların travmalarını görə bilmirik ki, onu belə yanından keçir. Biz bəzən öz üstünə gedirik, düz ora vururuq. Biz də tətikləyə bilirik. Mən demirəm ki, həmişə günah qadınlardadır. Amma bu da baş verə bilər. Bu emosional tərəfidir də. Mən sırf o yenilikçi tərəfini. Yəni ki, siz düşünürsünüz ki, seksual rol oyunları falan bu pis fikirdir. Bilirsiniz, burada ümumiyyətlə bizim böyük problemlər var. Çünki bəlkə də siz indiyənə kimi heç bir ərizədə görməzsiniz ki, mən niyə boşanıram? Çünki cinsi tərəfdən həyat yoldaşı məni qane etmir. Ərizəsini çox az görərsiniz. Amma bu çox böyük bir problemdir. Bunun çözümünü öncə bilirsiniz nədən başlamalıyıq? Biz bugün gördüm, aşıq oldum, sabah evləndimləri məncə bitirməliyik. Çünki biz onun hansı temperamentə, hansı bu haqda ən azından danışmalıyıq bir-birimizdən ki, bir-birimizdən gözləntilərimiz nədir, hansı fantaziyalarımız, hansı. Bu çox mane olur evliliyə. Bayaq dediyimiz kimi elə kişilər var ki, çox bayaq dediyimiz kimi testosteron mu yüksəkdir, yoxsa acgözdür necə deyirlər, amma qarşı tərəf bunu istəmir. Bu da böyük konfliktlərə gətirir. Və yaxud əksinə olur. Bu da xəyanətlərə gətirib çıxardır. Mən yenə də çox tərəfdarıyam ki, bir-birimizi həm tanıya bilək, hiss eləyə bilək və maksimum çalışaq ki, səmimi olaq. Sırf xoşa gəlmək üçün
həyat sevgilimizə, nişanlımıza özümüzü göstərməyək ki, hə burada göz yumacam, hə mənim üçün okeydir, amma sonradan sürpriz mən bundan razı deyiləm, mən bunu istəmirəm. Mən düşünürəm hər şey insanın özünə bağlıdır, öz inkişafına, öz səmimiyyətinə və bayaq dediyim kimi ədalətinə. Bu insan sənə pul xərcləyirsə, bu insan sənin övladını saxlayırsa, bu insan sənin deyəndə bərabərdir də. Bunu qadınlara demək istəyirəm. Sənin ehtiyaclarını ödəyirsə, səninlə bərabərdirsə, səni dəstəkləyirsə, bu ədalətsizlik olar ki, sən onun kişi kimi dəyərini görməyəsən. Başqa bir şeylər qurcalar. Sən anan belədir, sənin bacın elə dedi, sən nə bilim filan kəslə bu cürsən, belə görsənirsən. Bunlar da həmin kişinin egosunu da zədələyir. Tamam. Və xəyanəti gətirib çıxara bilər. Amma burada bir məsələ var ki, əgər biz məntiqi cəhətdən düşünsək, danışsaq, onda evlənməliyik heç kimlənsə, qarşı tərəfdən. Çünki dediyimiz kimi beyin bir hormon hazırlayır və qarşı tərəfin zərərlərini göz ardı edir. Təxmini dedik ki, 3 ildən sonra bu hormon səviyyəsi azaldığına görə artıq biz qarşı tərəfdəki qüsurları görməyə başlayırıq və onda artıq mübahisələr yaranır. Bəs nəzərə alsaq ki, bəzən insanlar heç bir-birini görmədən, tanımadan evlənirlər. Düzdür, onlara əgər nəzərə alsaq siz haqlısınız. Amma sevginin məqsədi də zaten odur. Yox, insanlar bir-birini sevsin. Sadəcə, əgər mən səndə bu qüsuru görürəmsə, mən bunu qəbul edib səndən evlənməliyəm. Qüsuru şöhrət ki, görmür axı. Niyə görmür ki? Hər şey bilirsiniz niyə? Çünki insanlar tələsir evliliyə. Məsələn, qız birdən oğlanla tanış olur, evdə başlayırlar. Nə vaxt evlənirsən? Nə vaxt evlənirsən? Qız da deyir, sən Allah bu qüsurları deyən o yan bu yan eləyim, özü yaxşı oğlandı. İnsanı tələsdirən nədir bu halda? Hormonal sistemidir, düzdür. Mən deyərdim bizim insanı cəmiyyət tələsdirir. Ki qız kimləsə görüşdü, adı çıxdı, nə vaxt evlənir, yaşı 30-u keçib. Düzdür, cəmiyyətin yaşı 30-u keçib. İnanın keçməyib, hələ də var. Hələ də var. Cəmiyyətin rolu var evlənə bilmirlər. İnkar edəmirəm. Cəmiyyətin rolu olduğunu inkar eləmirəm, amma burada insana əgər dedik ki, bir davranışı, bir seçimi, bir hərəkət etməsinə səbəb onun instinktlərinin üzərinə qurulmuş hormonal bir balansdır. Hansı ki, onun zehnini, şuurunu ələ keçirib insanı o istiqamətdə doğru apara bilir. Razıyam, amma mən çox şahidiyəm ki, insanlar bəzən heç sevmədən evlənir. Olur. Yəni ki, bu transaksional münasibətlər hətta daha dayanıqlıdır. Amma xəyanət perspektivindən bilmirəm. Yəni ki, boşanmazlar, amma sevgi olmayan yerdə prinsip xəyanət eləmək bu da prinsipial deyil də. Bir sualım isə var. Pasiyentiniz gəlibdi, xanımdır. Deyir ki, əri mənə xəyanət edibdi. Nə deyəcəksiniz, boşansın? Səbəblər öncə çox önəmlidir. Neçə dəfə baş verib, hansı şəraitdə, daimidirmi bu? Məsələn, getdi, piyan, özü istəm içkili oldu, hardasa bir hadisə baş verdi. Bu başqa cür xəyanətdir. Bir də var ki, mütəmadi evlilik kimi həyat yaşadığı başqa bir xanımı var. Nəyə görə başqa bir xəyanət deyilir? Məsələn, içkili olanda zehin başqa cür olur. Bəs indi gedib hər dəfə də içsə və xəyanət eləsə. Ona görə deyirəm, mütəmadiliyə baxmaq lazımdır ki, bu bilirsiniz, yenə də bəlkə də pis səslənir, amma hər insan səhv etmə haqqı varsa, əgər yoldaşı bunu səhv kimi qəbul edirsə və bunun üzərində biz işləyə biləriksə, niyə də ailə dağılsın? Yox, bəzi kişilər deyir ki, bu normaldır. Mən içə də bilərəm, mütəmadi xəyanət eləyə bilərəm. Əsas odur ki, yəni ki, Esther Perel öz xəyanətlərinə həsr olmuş kitabında onu deyir ki, xəyanətlər çox vaxtları münasibətin canlanmasına gətirir. Razıyam. Bəzən elə möhkəmləndirə bilir ki, xəyanət ailələri. Bir dənə, iki dənə də sual sizə, Fərid bəy. Başdakı suallara cavab verməyim mən. Başdakı suallara mən cavab verməyim. Yox, bu xanım perspektividir. Yəni yenilikçilik barədə nə düşünürsünüz kişi olaraq, neyrobioloq olaraq yox. Yəni ki, rol oynamaq. Yeni insan təbii olaraq 5 şeydən dopamin alır. Dopamin sistemi insan və insanlığın inkişafı üçün yaranmış bir sistemdir. Yəni insanın hərəkətlərini öz şuuruna buraxmasın deyə beyin belə bir sistem yaradır bizdə. Biz 5 şeydən təbii olaraq həzz alırıq, dopamin alırıq. Cinsi əlaqə, yemək, yenilikçilik, hərəkət, bir də bunu bir də deyəcəm. Cinsi əlaqə, qidalanma, hərəkət, yenilikçilik və sosiallıqdan. Yenilikçilikdən əgər bir insan dopamin alırsa, beynimizin gün ərzində ala biləcəyi bir dopamin deyək ki, səviyyəsi var, bir miqdarı var. Təbii olaraq ala biləcək. Və əgər bunu qadına yükləmək məncə doğru deyil. Başqa yerlərdən də təmin edə bilər həmin yenilikçiliyini. Başqa qadınlardan. Başqa məlumatlar. Məsələn, nəyə görə daimi olaraq Instagramda, sosial şəbəkədə xəbərlər oxumağa meyilli? Çünki yenilikçilik axtarır. Tez dopamindir. Hobbilə ola bilər. Baxın, kişi bu bioloji hissəsi var da, Fisherin dediyi, dəhşət istəyir də başqa qadını, amma evlidir, xoşbəxtdir, sevir o qadını. Nə edə bilər? Bundan ki, bunu xəyanət eləməsin. Əgər dəhşət biologiyasını necə sıxsın? Tamam, deyək ki, bir yemək yeyirik, hal-hazırda acıq, yemək istəyirik. Bir də dönüb baxırıq ki, burada bir aslan var, bizə doğru baxır. Acığımızı hiss eləyəcəyik,
Yox, çünki həmin vaxt düzdür kortizol məsələn başlayacaq qalxmağa və qaçmağa başlayacaq və şuurumuzu hardasa aktivləşdirməyə başlayacaq. Düzdür, indi bu çox kəskin bir misal oldu. Burada aslanla evlənmək lazımdır. Burada qadın aslan olmalıdır. Həmin hissləri şuurlu şəkildə biz idarə edə bilməsək də, nəticədə insan şuurlu şəkildə əgər düşünə bilirsə ki, insan şuurlu şəkildə düşünə bilən bir canlıdır. Çünki homo sapiens dəyərlərdə rol oynayır. O dəyərlər də rol oynaya bilər. Biz həmin instinktləri şuurlu şəkildə öhdəsindən gələ bilirik. Məsələn, bir pinqvinin qabağına yemək qoysa deməz ki, mən bunu saxlayım, axşam yeyim. Amma onu insan deyə bilər. Deyək ki, öz instinktlərindən, öz hisslərindən qarşı gələ bilən bir praktiki tapşırığınız var. Bu misal üçün yaxşı idi. Misal üçün qəşəng bir yeməli bir maraldır. Cummuşam onun üstünə yemək istəyirəm. Bir də baxıram ki, orada aslan baxır axı. Həmişə öz seanslarımızda da dediyimiz bir şey var ki, dayanmaq. Çünki insan dayananda, məsələn, deyək ki, maşın sürürsünüzsə, əgər yolda gedəndə bir qəza olanda tez maqnitofon səsini alırıq. Çünki bu an şuurumuz aktivləşir. Şuuraltımızda, zehnimizdə bir zəncirvari ardıcıllıq var və onun üzərində biz hərəkət edirik. Amma biz dayananda şuurumuz aktivləşir. Çünki bizim zehnimiz düşünmə, qərar vermə qabiliyyəti yoxdur. Biz ancaq bunu şuurla edə bilərik. Və biz dayananda ancaq şuur aktivləşən bir sistemdir. Çünki beyin deyir ki, bu insan niyə dayandı? Əgər dayandısa, deməli burada bir problem var. Deməli şuuru aktivləşdirməli və bu halda bizim o hormonal istəklərimiz, instinktlərimizin qarşısını ala bilərik. Mən maliyyə savadlılığı investisiya kurslarımda xərclərin idarə olunmasında bəzi insanlar var ki, məsələn, xərcləri çox yüksəkdir də, mağaza girir, indirim görür, hər şey alır da. Bizdə orada 72 saat qaydası var. Nəsə istəmirsən, okey. 72 saat pauza ver özünə. Gör 72 saatdan sonra istəyəcəksən yoxsa yox. Eynisini keçir, eyni üsul burada keçir. Kimisə istəmirsən 72 saat gözləgindən gör yenədən istəyəcəksən yoxsa yox. Belə bir təcrübə aparmışlar. Deyək ki, bir qadın ayaqqabısıdır. Çox böyük endirmə, məsələn 90% endirmə qoyublar. Qadınlar onu görən kimi almaq istəyiblər. Amma məsələn deyək ki, 100 qadını dayandırıb soruşublar ki, bir 2 dəqiqə, 3 dəqiqə, 5 dəqiqə bir dayan, bir fikirləş görə ya da onu doğrudan da ona ehtiyacım var. Qadınların 90 neçəsə faizi tam dəqiq rəqəm yadımda deyil, onu almaqdan imtina edir. Çünki ona görə hər yerdə insan öz məntiqini sistem insanı sürətləndirməyə çalışır. Sürətli insan sürətli qərar verməlidir. Məsələn, bu gün oxuduğumuz xəbərlərin hamısı stresslə bağlıdır. Əgər insanda kortizol artırsa, onun heyvani instinktləri başlayır aktivləşməyə. Heyvani instinktlərimiz aktivləşirsə, onlar kimi hərəkət etməyə başlayırıq. Daha çox almağa, daha çox yığmağa, instinktlərimizdən hərəkət etməyə. Və buna görə də istəklərimizə qarşı qoya bilməməyimizin səbəblərindən biri də odur. Daimi olaraq neqativ xəbərlərdən yüklənməyimiz və sistemin bizi daimi olaraq sürətləndirməsi. Və bir sonuncu sual hər ikinizə. Əgər kişi xəyanət edibsə, bunu etiraf etmək doğrudurmu? Xanımına yoxsa yox? Məncə yox. Mən də düşünürəm ki, yox. Mən bu podkastı Ronald Reaganın öz oğlu Mike'a toy günündə göndərdiyim məktubdan bir parça oxumaqla bitirmək istərdim. Mənə çox təsir edib. Yəni məktub uzundur. Ronald Reagan özü səfərdə olduğuna görə oğlunun toyuna gələ bilmir və ona məktub göndərir. Ronald Reagan oğlu Mike'a məktubunda. Əlbəttə, həyatında elə anlar olacaq ki, kimisə görəcək və keçmiş günlərini xatırlayacaqsan. Özünə hələ də cazibədar və güclü olduğunu sübut etmək istəyi ilə mübarizə aparmalı olacaqsan. Amma qoy sənə bir şey deyim. Bir kişinin öz kişiliyini və cazibəsini sübut etməsinin ən vacib üsulu ömrünün sonuna qədər bir qadına sadiq qalmasıdır. İstənən kişi xəyanət edə bilər. Bunun üçün kişilik lazım deyil. Amma sənin xoruldamağını eşidən, sənin qırxılmamış saçlarınla görən, xəstə olduğuna sənə qulluq edən və çirkli paltarlarını uyan qadın üçün sevilən və arzulanan kişi qalmağın üçün daha böyük güc lazımdır. Bu ilə sizinlə ayrılıram. Növbəti ikinci hissədə qadın xəyanətini müzakirə edəcək. Mütləq izləyin. Çox sağ olun.